TikToker Tima canlı yayım zamanı səsləndirdiyi sözlərlə izləyiciləri təəccübləndirib. O, atama sıçan dərmanı verdim, heç nə olmadı ifadəsini işlədib və bu açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Canlı yayım zamanı deyilən bu sözlər izləyicilər arasında müxtəlif reaksiyalar doğurub. Həmin görüntüləri təqdim edirik. Mən də bilsən nağardım təndir çörəyini. Təndir çörəyin arxasında gör ağla bax, məndəki beyinə bax. Mən təndir çörəyin arxasında axıb təndirə yapırsan, arxasını torpağı zadı qalır şeyin üstündə, axım çörəyin üstündə. Bilirsiniz, çörəyin üstündə belə qalır ki, o şeydə sıçan tozu da boz rəngdədir, eyni qum kimi idi. Mən də qəşə sıçan tozunu tökdüm çörəyin arxasına, belə qəşəcədir, yaymaqladım, qoydum şeyin arasına. Ona nə deyirsən? Nə deyirsən az? Klokun arasına, uşaqlar, səhər durdu, yedi, çıxdı, getdi, yenə damar işləməyə başladı, heç nə olmadı. Mən o vaxt, kaş o vaxt ölərdi də, mən o vaxt uşaq idim, az yaşlıydım, heç də eləməzdilər, kaş. Yaşayır elə, az qoz kimidir. Sən sağlam canınla min dənə yerin ağlayır. Sən sağlam canınla ayna-bayna çöndəndə min dəfə hıqqıldayırsan. Bir dənə iynə vuranda sestrəyə deyirsən ki, min dəfə spirtdə. İynəni qaybayna. Az sistemin içində hava qalmadı ki, az dalında gizlədir iynəni. Mikroblu götürür orasına, burasına min dənə yerinə vurur, heç nə də olmur. 100 yaşı var üzü. Xoş gəldin Bedni. Sənin doğum gününü təbrik eləyirəm. 100 yaşa. Allah səni ailənin başının üstündə